Bugün sizler üçün Özbək plovu hazırlamışam. Hazırlayacaq olan hər kəsə nuş olsun. İlk öncə soğanı lay-lay doğrayırıq. Doğradığımız soğanı qazana əlavə edirəm. Eyni şəkildə kökləri də doğrayıram. Qazana əlavə etdiyim soğanın üzərinə kərə yağını qoyub, qəşəngcə qovururam. Qızartdığım soğanın üzərinə sarı kök əlavə edirəm. Duz əlavə edirəm. Və bir də doğradığım əti əlavə edəcəm. Soğanla əti biraz qovurduqdan sonra üzərinə doğradığım markofları əlavə edirəm. Düyünü əlavə edirəm üzərinə. Sarımsağı da əlavə edirəm içərisinə. Və pişməyə qoyuram. Özbək plovumuz hazırdır.